Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı forumu işinə başlayıb. Prezident İlham Əliyev forumun açılışında çıxış edib. And also like to congratulate Nizami Gəncəvi International Center for Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bütün bu illər ərzində göstərdiyi müstəsna fəaliyyəti, eləcə də mühüm beynəlxalq tədbirin təşkilinə görə təbrik etmək istərdim. Biz çox fəxr edirik ki, Qlobal Bakı forumu bugün qlobal gündəmdəki mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan birinə çevrilib. international platforms to address important issues of global agenda. Dövlət başçısı bildirdi ki, Bakıda keçirilən COP29 Bakı sıçrayışı kimi adlandırıldı və bu da orada qalan bir irsdir. Bu qlobal beynəlxalq tədbirin bəzi qərb medialarında kampaniyalarına müşayiət olunduğunu deyən dövlət başçısı, bunlar arasında Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin saxta xəbərlər yayan Washington Post, New York Times, Newsweek, Politico, Associated Press, Fransanın Prezident Ofisinin Figaro, Le Monde qəzetlərinin olduğunu vurğuladı. Prezident İlham Əliyev çıxışı zamanı regional məsələlərə də diqqət çəkib. On Armenia-Azerbaijan process, we cannot and we will not forget the years of occupation and the suffering of Azerbaijani people. Ermənistan-Azərbaycan prosesinə gəldikdə biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün bizə verdiyi ziyanı bilirik. İşğaldan azad edilmiş ərazilərə səfər edənlər törədilən barbarlığın səviyyəsinə şahid olublar. Bütün şəhərlərimiz xarabalığa çevrilib, hazırda onları bərpa edirik, lakin hər şey yerlə yeksan edilib. Onlar 65 məscidimizi dağıdıblar. Villages, cities against our religious and historical heritage. So they demolished 65 mosques. Biz Cənubi Qafqazda sülh qurmalıyıq deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir.